Bəzi bölgələrdə təbii qaz problemi hələ də qalır. Belə ərazilərdən biri də Lənkəranın Biləsər kəndidir. Xüsusilə qışda sakinlər təbii qazın olmamasından əziyyət çəkirlər. Bölgə əməkdaşımız Pərvanə Nəhmətqızı sakinlərlə həmsöhbət olub, izləyək. Lənkəranın Biləsər kəndində təbii qazın olmaması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar bildirirlər ki, illərdir təbii qaz xətti çəkilmədiyi üçün odundan istifadə etməyə məcbur qalırlar. Xüsusilə qış aylarında istilik problemi daha da kəskinləşir, ailələr əlavə xərc və çətinliklərlə üzləşirlər. Nə qaz var, işi vaxtı sönür, yanır. Bu qaza vəziyyətində 14 gün işe yanmadı bizdə. Odun səviyyəsi də çox pisdir. Ona görə pisdir ki, odun bizə biletlə verilir. O verilmə tarixi də iyundan başlayır. Odunun verilmə tarixi. Amma bu tarixlərdə məcbur qalırıq ki, həyatımızdakı olan meyvə ağaclarının bəzilərini kəsib istifadə edirik. İndi bir maşın odun mən gətirmiş olsam, deməli 500 manat məndən pul çıxır. Milli parka daxil olan meşələrdən odun gətirməyə icazə yoxdur. Belə olan təqdirdə sakinlər qırılan nazik ağac budaqlarından və maye qazdan istifadə etməyə məcburiyyətində qalırlar. Qazımız yoxdur, işıq sönəndə işıq olmur. Bax, bunun işığında uşağa yemək veririk. Odun da çox baha başa gəlir bizim üçün. Onu da gedirik harda Astara meşəsindən, o tərəfdən gətiririk. Burada qoymurlar. İcazə vermirlər də buradan gətirək. Bax, kəndimiz budur da, biz də istəyirik qazımız olsun. Bəzi ailələr də deyir ki, odunun qiyməti baha olduğuna görə onlar ala bilmirlər. Buna görə də min bir əziyyətlə həyətlərində əkib becərdikləri meyvə ağaclarını beləcə kəsib, odun tədarükü görmək məcburiyyətində qalırlar. Odun üçün gedirik Astara rayonundan, oradan gətiririk. Burada kənd, öz bağımızda olan yıxılmış ağacları kəsirik, meyvə ağacları. Onları da biz oduncaq eləyirik ki, yaza çıxar. Qazın olmamağı bizim ekologiyamıza çox təsir edir. Bizim ekologiyamız, işçilərimiz də çalışırlar ki, ağacları, təbiəti qorusunlar. 96 yaşayış məntəqəsi üzrə əhali sayına görə qazlaşdırma 75% təşkil edir. Dağ kəndi olan Molojada qazlaşdırma başa çatıb, amma texniki şərtlər səbəbindən istifadə olunmur. Daştatürk kəndində isə təbii qaz xəttlərinin çəkilməsinə başlansa da yarımçıq qalıb. Rayonun 21 dağ kəndində təbii qaz yoxdur. Azərqazdan bildirildi ki, ölkə üzrə qazlaşmayan kəndlərin təbii qazla təmini gündəmdə olan məsələdir. Qazlaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Məlumat üçün bildirim ki, Lənkəran rayonu üzrə qazlaşma səviyyəsi 96,5% təşkil edir. Sözügedən yaşayış məntəqələrinə küçə qaz xəttlərinin çəkiliş işlərini gəldikdə isə bu məsələlərə növbəti mərhələlərdə baxıla bilər. Beləliklə, qış aylarında yaranan çətinliklər sakinlərin gündəlik həyatına ciddi təsir göstərir. Onlar da problemin həlli üçün konkret addımlar atılmasını gözləyirlər. Məsələnin necə inkişaf edəcəyi növbəti mərhələdə bəlli olacaq.